Qoç. Həyatınızda yeni bir səhifə açmaq üçün lazım olan daxili alovu hiss edirsiniz. İş yerində rəhbərliyin diqqətini çəkəcək cəsarətli addımlar atmaq üçün münasib bir zamandır. Şəxsi layihələrinizdə daha əvvəl görmədiyiniz xırda detalları fərq edərək səhvlərinizi düzəltmə şansınız yaranacaq. Maddi məsələlərdə impulsiv alış-verişlərdən qaçınmalı, büdcənizi qorumaq üçün soyuqqanlı davranmalısınız. Uzun müddətdir gözlənilən bir gəlir mənbəyi ilə bağlı müsbət xəbərlər qapınızı döyə bilər. Sevgi həyatınızda tərəfdaşınızla aranızdakı səmimiyyəti artırmaq üçün dərin söhbətlərə ehtiyac var. Subay qoçlar üçün köhnə bir tanışın gözlənilmədən həyatına qayıtması maraqlı duyğular oyadacaq. Psixoloji olaraq özünüzü hər zamankından daha güclü və qərarlı hiss edəcəksiniz. Gərginlikdən uzaq durmaq üçün fiziki aktivliyə və idmana vaxt ayırmaq sinir sisteminizə müsbət təsir edəcək. Sosial çevrənizdə sözü keçən biri olmağınız yeni işbirliklərinə zəmin yaradır. Dostlarınızın məsləhətlərinə qulaq asarkən öz instinktlərinizi də kənara atmayın. Günün ikinci yarısında texniki cihazlarla bağlı xırda nasazlıqlar yaşana bilər, ehtiyatlı olun. Sənədləşmə işlərində imza atmazdan əvvəl hər bir bəndi 2 dəfə oxumağınız tövsiyə edilir. Özünüzə olan inamınız ətrafdakı insanların sizə olan rəğbətini artıracaq. Başqalarının mənfi enerjisinin motivasiyanızı aşağı salmasına icazə verməyin. Kreativ ideyalarınızı kağıza köçürmək gələcək planlarınız üçün ilham mənbəyi olacaq. Yaxın bir dostunuzun çətin anında yanında olmağınız münasibətlərinizi daha da möhkəmləndirəcək. Axşam saatlarında tək qalmaq və düşüncələrinizi nizama salmaq sizə dinclik bəxş edəcək. Həyatın sürətinə ayaq uydurarkən sağlamlıq rejiminizi pozmamağa çalışın. Buğa. Sakitlik və stabillik axtarışınız bu dövrdə ön plana çıxır, lakin dəyişikliklərə də açıq olmalısınız. Karyeranızda uzun müddətli hədəflərinizə nail olmaq üçün səbirli strategiyalar qurmağın vaxtıdır. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün əlavə qazanc imkanlarını dəyərləndirməyə başlayacaqsınız. Maliyyə risklərindən uzaq durmaq və qənaət rejiminə keçmək gələcək təhlükəsizliyiniz üçün vacibdir. İş mühitində həmkarlarınızla yaşana biləcək xırda anlaşılmazlıqları diplomatiya ilə həll etməlisiniz. Şəxsi münasibətlərdə qarşı tərəfin ehtiyaclarına daha çox diqqət yetirmək bağlarınızı qüvvətləndirəcək. Sevdiyiniz insanla birlikdə gələcək planları qurmaq sizə mənəvi rahatlıq verəcək. Daxili dünyanızda baş qaldıran narahatlıqları meditasiya və ya təbiət qoynunda gəzinti ilə aradan qaldıra bilərsiniz. Motivasiyanızı artırmaq üçün sevdiyiniz hobbilərə daha çox vaxt ayırmağa çalışın. Köhnə borcların qaytarılması və ya gözlənilməz bir pul girişi əhvalınızı yüksəldəcək. Sosial həyatda daha seçici olmalı, sizə enerji verən insanlarla vaxt keçirməlisiniz. Tanımadığınız insanların şəxsi həyatınıza müdaxilə etməsinə icazə verməmək üçün sərhədlərinizi müəyyənləşdirin. Sağlamlıq mövzusunda xüsusilə boğaz və boyun nahiyənizi qorumalı, soyuqdan qaçmalısınız. Gözlənilməz bir səfər təklifi gündəlik rutininizi tamamilə dəyişə bilər. Ev daxilində aparılacaq xırda təmir və ya dekorasiya işləri ruhunuza yaxşı təsir edəcək. Peşəkar fəaliyyətinizdə tənqidlərə açıq olmaq sizi daha mükəmməl nəticələrə aparacaq. Başqalarına kömək etmək arzunuz sosial layihələrdə iştirak etməyinizə vəsilə ola bilər. Zamanın idarə edilməsində daha intizamlı olmaq işlərinizi vaxtında çatdırmağa kömək edəcək. Özünüzə olan dəyəri kəşf etmək üçün daxili bir səyahətə çıxmaqdan çəkinməyin. Həyatın sizə təqdim etdiyi kiçik fürsətləri böyük uğurların başlanğıcı kimi görün. Axşam saatlarında ailə üzvləri ilə keçirilən vaxt bütün yorğunluğunuzu alacaq. Qərarlarınızda məntiq və hisslər arasındakı balansı qorumağa çalışın. Əkizlər. Zəkanızın və ünsiyyət bacarığınızın parladığı bir mərhələyə qədəm qoyursunuz. İş həyatında yeni müqavilələr və ya əməkdaşlıqlar üçün əlverişli fürsətlər yaranacaq. Təqdimat bacarığınız sayəsində layihələrinizi lazımi insanlara bəyəndirə biləcəksiniz. Maddi məsələlərdə məlumatlı olmadan investisiya etmək riskli ola bilər, mütəxəssis rəyi alın. Xərclərinizdəki artım sizi biraz düşündürsə də gəlir balansını qorumağı bacaracaqsınız. Sevgi münasibətlərində qarşı tərəflə eyni dili danışmaq üçün daha çox dinləməyə üstünlük verin. Romantik bir qarşılaşma və ya maraqlı bir tanışlıq həyatınıza rəng qata bilər. İntellektual fəaliyyətlərlə məşğul olmaq beyninizi dincəldəcək və yeni ideyalar verəcək. Əhval-ruhiyyənizdəki dalğalanmaları idarə etmək üçün yuxu rejiminə diqqət etməniz şərtdir.
Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı azaldaraq real ünsiyyətə daha çox fokuslanın. Gözlənilməz xəbərlər planlarınızda ani dəyişikliklərə səbəb olsa da, çevikliyiniz sayəsində vəziyyətdən çıxacaqsınız. Yaxın qohumlarla bağlı bəzi məsələlərin həllində vasitəçi rolunu oynamalı ola bilərsiniz. Zehni yorğunluğu aradan qaldırmaq üçün qısa fasilələr vermək məhsuldarlığınızı artıracaq. Yeni bir təlimə və ya kursa başlamaq gələcək karyeranız üçün böyük üstünlük təmin edəcək. Sözlərinizin gücünü dərk edərək ətrafınızdakı insanları incitməməyə çalışın. Sir saxlamaq məsələsində ehtiyatlı olun, çünki dediyiniz hər şey tezliklə yayıla bilər. Motivasiyanızı artırmaq üçün uğur qazanmış insanların həyat hekayələrindən ilham alın. Mübahisəli mövzulardan uzaq durmaq daxili hüzurunuzu qorumağın ən yaxşı yoludur. Səyahət planları üçün sənədlərinizi qaydasına salmağın tam zamanıdır. Yaradıcılığınızı ifadə edə biləcəyiniz hər hansı bir incəsənət növü ilə məşğul olmaq ruhunuzu qidalandıracaq. Günün sonunda özünüzü təqdir etməyi və uğurlarınızı qeyd etməyi unutmayın. Çətinliklər qarşısında göstərdiyiniz dözümlülük sizi hər kəsin gözündə daha hörmətli edəcək. Xərçəng. Həssaslığınızın artdığı bu dövrdə emosional balansınızı qorumaq üçün daxili dünyanıza çəkilmək sizə yaxşı təsir edəcək. İş mühitində intuisiyalarınıza güvənmək məntiqi qərarlardan daha çox fayda verə bilər. Karyeranızda rəqabətdən uzaq duraraq öz işinizə fokuslanmaq sizi lazımsız gərginliklərdən xilas edəcək. Maddi məsələlərdə ailə üzvlərinin dəstəyini hiss edəcək, ortaq büdcə planlamasında uğurlu addımlar atacaqsınız. Daşınmaz əmlak və ya ev təmiri ilə bağlı gözlənilməz xərclər çıxsa da, bu uzun müddətli rahatlığınız üçün vacibdir. Sevgi həyatınızda keçmişdə qalan bəzi incikliklərin yenidən gündəmə gəlməsi sizi biraz kədərləndirə bilər. Lakin tərəfdaşınızla səmimi şəkildə danışmaq bu buzları əritmək üçün ən doğru yoldur. Psixoloji olaraq özünüzü qoruma instinktiniz güclənəcək, lakin ətrafdakı insanlara qarşı həddindən artıq soyuq davranmaqdan qaçınmalısınız. Motivasiyanızı artırmaq üçün evinizdə hüzurlu bir güşə yaradın və orada vaxt keçirin. Sosial əlaqələrdə yalnız həqiqətən etibar etdiyiniz insanlarla görüşməyi üstün tutacaqsınız. Köhnə bir dostun sizə olan ehtiyacı qarşısında göstərəcəyiniz fədakarlıq mənəvi olaraq sizi zənginləşdirəcək. Sağlamlıq mövzusunda həzm sisteminizə diqqət yetirməli və ağır qidalardan uzaq durmalısınız. Gözlənilməz bir ailə yığıncağı və ya qohum ziyarəti planlarınızı bir qədər dəyişdirə bilər. Şəxsi həyatınızdakı sirləri hər kəslə bölüşməmək gələcəkdə yarana biləcək dedikoduların qarşısını alacaq. Karyeranızda yeni bir pilləyə qalxmaq üçün lazım olan sənədləşmə işlərini bugün tamamlamağa çalışın. Özünüzə vaxt ayırmaq bencil bir hərəkət deyil, əksinə ətrafınıza daha faydalı olmaq üçün bir ehtiyacdır. Yaradıcılıq enerjinizi mətbəxdə və ya dekorasiya işlərində istifadə etmək stresinizi azaldacaq. Başqalarının problemlərini öz çiyinlərinizə yükləməkdən vaz keçməlisiniz. Gecə saatlarında görəcəyiniz yuxular şuuraltınızın sizə göndərdiyi vacib mesajlar ola bilər. Qərarsız qaldığınız məqamlarda biraz gözləmək və hadisələrin axışına buraxmaq ən yaxşısıdır. Həyatın ritmi sizi yorsa da, daxili gücünüz hər çətinliyin öhdəsindən gəlməyə kifayət edəcək. Özünüzə olan şəfqəti əsla əsirgəməyin. Şiir. Liderlik xüsusiyyətlərinizin ön plana çıxdığı və diqqət mərkəzində olduğunuz bir enerjiyə sahibsiniz. İş yerində irəli sürdüyünüz cəsarətli ideyalar böyük layihələrin başlanğıcı ola bilər. Karyera pillələrində sürətlə irəliləmək üçün ətrafınızdakı insanların rəğbətini qazanmaq sizin üçün heç də çətin olmayacaq. Pul məsələlərində lüksə olan meyliniz büdcənizdə müvəqqəti çətinlik yarada bilər, buna görə də qənaətli olmağa çalışın. Gözlənilməz bir mükafat və ya bonus xəbəri maddi durumunuzu bir anlıq stabilləşdirəcək. Sevgi münasibətlərində ehtiras və coşğu artır, tərəfdaşınızla birlikdə unudulmaz anlar yaşayacaqsınız. Subay şirlər üçün daxil olduqları yeni bir mühitdə eşq qapısını döyə bilər. Psixoloji cəhətdən özünüzə olan inamınızın zirvədə olması hər kəsə təsir edəcək. Motivasiyanızı yüksək tutmaq üçün uğurlarınızı vizuallaşdırmaq metodundan istifadə edin. Sosial çevrənizdə nüfuzlu şəxslərlə tanışlıq sizə yeni perspektivlər açacaq. Dostlarınızla təşkil edəcəyiniz bir tədbir bütün yorğunluğunuzu aparacaq və sizə enerji verəcək. Şan, şöhrət və tanınma istəyiniz bəzən yaxınlarınızla aranızda anlaşılmazlığa səbəb ola bilər, egonuzu idarə etməyə çalışın. Sağlamlıq baxımından ürək və damar sisteminizə diqqət yetirməli, həddindən artıq fiziki yükdən qaçınmalısınız.
Gözlənilməz bir səyahət və ya ezamiyyət təklifi gələcək planlarınıza yeni istiqamət verəcək. Yaradıcı işlərlə məşğul olanlar üçün ilham pəriləri bugün olduqca səxavətli olacaqlar. Özünüzü ifadə etmək üçün səhnədə və ya kütlə qarşısında olmaqdan çəkinməyin. Həyatın hər anından zövq almaq bacarığınız ətrafdakı insanlar üçün motivasiya mənbəyinə çevriləcək. Maddi yatırımlarınızı diversifikasiya etmək riskləri minimuma endirməyə kömək edər. Səmimiyyətinizi itirmədən avtoritetinizi qorumaq peşəkar həyatda ən böyük silahınızdır. Axşam saatlarında qısa bir meditasiya və ya musiqi dinləmək zehninizi təmizləyəcək. Hər kəsə məsləhət verməkdənsə, bəzən sadəcə yaxşı bir dinləyici olmağın dadını çıxarın. Qürurunuzun önəmli qərarların qarşısını kəsməsinə icazə verməyin. Müvəffəqiyyət sizin üçün qaçınılmazdır, sadəcə doğru zamanı gözləyin. Qız. Analitik düşüncə tərzi və nizam-intizam bugün sizin ən böyük köməkçiniz olacaq. İş həyatında qarışıq görünən məsələləri asanlıqla sistemləşdirərək hər kəsi heyran qoyacaqsınız. Detallara verdiyiniz önəm sayəsində böyük bir səhvin qarşısını son anda ala bilərsiniz. Maddi məsələlərdə hər bir qəpiyin hesabını bilməyiniz gələcək investisiyalarınız üçün möhkəm təməl yaradır. Planlaşdırılmamış xərclərdən yayınmaq üçün alış-veriş siyahısı tutmağınız tövsiyə olunur. Sevgi münasibətlərində daha çox məntiqlə hərəkət etmək bəzən hisslərin kölgədə qalmasına səbəb ola bilər. Tərəfdaşınıza qarşı tənqidi yanaşmanı azaldaraq, onun müsbət cəhətlərinə fokuslanmağa çalışın. Psixoloji olaraq hər şeyi mükəmməl etmək istəyi sizi yora bilər, buna görə də özünüzə qarşı daha anlayışlı olun. Motivasiyanızı artırmaq üçün iş masanızı və ya yaşadığınız məkanı səliqəyə salmaqdan başlayın. Sosial əlaqələrdə dürüstlük və dəqiqlik gözlədiyiniz üçün bəzi insanların etinasızlığı sizi qıcıqlandıra bilər. Yalnız faydalı məlumatlar paylaşan və sizi inkişaf etdirən insanlarla vaxt keçirməyə üstünlük verin. Gözlənilməz xəbərdarlıqlara qarşı ayıq-sayıq olun, xüsusilə iş sənədlərindəki kiçik qeydləri nəzərdən qaçırmayın. Sağlamlıq mövzusunda immun sisteminizi gücləndirmək üçün vitaminli qidalara və meyvələrə üstünlük verin. Gündəlik rutininizdə edəcəyiniz kiçik bir dəyişiklik gününüzün daha məhsuldar keçməsinə səbəb olacaq. Köhnə bir hobbinizi peşəkar səviyyəyə daşımaq barədə düşünmək üçün əla vaxtdır. İnsanlara yardım etmək instinktiniz bugün sosial məsuliyyət layihələrində önə çıxmağınıza kömək edəcək. Məlumat toplamaq və araşdırma aparmaq üçün sərf etdiyiniz vaxt gələcəkdə böyük dividendlər gətirəcək. Şəxsi sərhədlərinizi qorumaqla yanaşı, yaxınlarınızın köməyinə də ehtiyac duyduğunuzu qəbul edin. Maddi tərəfdaşlıqlarda şəffaflıq prinsipinə əməl etmək sonradan yaranacaq mübahisələrin qarşısını alar. Axşam saatlarını oxumaq və ya öyrənmək üçün ayırmaq intellektual aclığınızı doyuracaq. Özünüzü həddindən artıq mühakimə etməyi dayandırın və əldə etdiyiniz kiçik uğurlarla qürur duyun. Tərəzi. Həyatınızda tarazlıq və harmoniya axtarışının zirvəyə çatdığı bir dönəmdəsiniz. İş mühitində ədalətli mövqeyiniz həm rəhbərliyin, həm də həmkarlarınızın sizə olan etibarını qəti şəkildə möhkəmləndirəcək. Yaradıcı layihələrdə estetik baxış bucağınızın ön plana çıxması gözlənilməz uğurlara yol aça bilər. Maddi məsələlərdə gəlir və xərclərinizi tərəziyə qoymalı, lüks ehtiyaclar üçün büdcənizi sarsıtmamalısınız. Ortaq investisiya təklifləri gələrsə, qərar verməzdən əvvəl bütün hüquqi tərəfləri araşdırmaq gələcək itkilərin qarşısını alacaq. Sevgi həyatınızda qarşı tərəflə olan anlaşılmazlıqları romantik bir jestlə aradan qaldırmaq üçün ideal zamandır. Subay tərəzilər üçün yeni bir sosial mühitdə tanışlıq uzun müddətli bir münasibətin təməlini qoya bilər. Psixoloji olaraq özünüzü daxili sülh içində hiss etmək üçün münaqişəli mövzulardan uzaq durmağa çalışın. Motivasiyanızı artırmaq üçün sənət və musiqi ilə daha yaxından maraqlanmağınız ruhunuzu qidalandıracaq. Sosial əlaqələrdə diplomatik bacarıqlarınız sayəsində gərgin vəziyyətləri asanlıqla yumşalda biləcəksiniz. Köhnə bir dostun gözlənilməz zəngi sizə keçmişdə qalan bir fürsəti yenidən xatırlada bilər. Sağlamlıq baxımından bel və böyrək nahiyənizə diqqət etməli, bol su qəbuluna üstünlük verməlisiniz. Gözlənilməz bir dəvət və ya tədbir planlarınızı tamamilə dəyişdirsə də, bu dəyişiklik sizə yeni qapılar açacaq. Şəxsi seçiminizdə başqalarının rəyinə həddindən artıq önəm vermək öz yolunuzdan sapmağınıza səbəb ola bilər. Karyeranızda əməkdaşlıq ruhunu qorumaq fərdi nailiyyətlərinizdən daha çox səs gətirəcək. Hər kəsi məmnun etmək məcburiyyətində olmadığınızı xatırlamaq mənəvi yükünüzü xeyli azaldacaq.
Axşam saatlarında tək qalmaq və gələcək həftənin planlarını cızmaq sizə qətiyyət bəxş edəcək. Həyatın gözəlliklərini görmək üçün xırda detallara fokuslanmaq enerjinizi müsbətə doğru dəyişəcək. Maddi yardımlarda səxavətli olsanız da, öz ehtiyatlarınızı da nəzərə almağı unutmayın. İnsanlarla ünsiyyətdə səmimiyyət və məsafə arasındakı o incə cizgini qorumağı bacarmalısınız. Özünüzə olan inamınızı sarsıtmağa çalışan negativ insanlara qarşı səssiz qalmaq ən böyük cavabınız olacaq. Hər şeyin öz zamanında və gözəl şəkildə həll olunacağına inanın. Əqrəb, daxili gücünüzün və iradənizin ən yüksək həddə olduğu bir enerji ilə əhatə olunmusunuz. İş həyatında gizli qalan məlumatları üzə çıxarmaq və strateji gedişlər etmək üçün mükəmməl bir vaxtdır. Karyeranızda rəqabət aparan tərəflərin zəif nöqtələrini görmək sizə böyük bir üstünlük qazandıracaq. Maddi məsələlərdə riskli addımlardan qaçmalı və mövcud qaynaqlarınızı qorumağa fokuslanmalısınız. Gözlənilməz bir miras, vergi geri ödənişi və ya borcun qaytarılması maliyyə vəziyyətinizi yaxşılaşdıra bilər. Sevgi münasibətlərində ehtiras və qısqanclıq hissləri arasında incə bir xətt var, tərəfdaşınıza etibar etməyə çalışın. Sirlərinizi bölüşərkən qarşı tərəfin bunu daşıya biləcəyindən əmin olmanız sonraki peşmançılıqları önləyər. Psixoloji olaraq transformasiya dövründəsiniz və köhnəlmiş düşüncə qəliblərindən qurtulmaq sizə yüngüllük gətirəcək. Motivasiyanızı daxili intuisiyalarınızdan alın və başqalarının şübhələrinin sizi yolunuzdan döndərməsinə icazə verməyin. Sosial mühitdə daha çox müşahidəçi mövqeyində qalmaq insanların əsl simasını görməyinizə kömək edəcək. Yaxın çevrənizdə baş verən intriqalardan uzaq durmaq enerjinizi qorumaq üçün vacibdir. Sağlamlıq mövzusunda reproduktiv sistemə və ümumi immunitetə diqqət yetirməyiniz tövsiyə olunur. Gözlənilməz bir xəbərdarlıq və ya daxili səs sizi səhv addım atmaqdan son anda xilas edə bilər. Yaradıcılığınızda daha dərin və mistik mövzulara yönəlmək orijinal işlərin ortaya çıxmasına vəsilə olacaq. Şəxsi sərhədlərinizi aşmağa çalışan insanlara qarşı sərt, lakin ədalətli duruş nümayiş etdirin. Karyera hədəflərinizdə böyük sıçrayış etmək üçün lazım olan gizli dəstəyi yaxın zamanda hiss edəcəksiniz. Başqalarının problemlərinə fokuslanarkən öz ehtiyaclarınızı arxa plana atmamağa diqqət yetirin. Axşam saatlarında tənha qalmaq və ruhunuzu dinləmək daxili suallarınıza cavab tapmağa kömək edəcək. Maddi yatırımlarda yalnız faktlara söykənin, şayələrə deyil. Çətinliklər qarşısında sarsılmaz duruşunuz ətrafdakılarda həm qorxu, həm də böyük bir hörmət yaradacaq. Özünüzü yenidən kəşf etmək üçün keçmişin yükündən tamamilə azad olmağın vaxtı gəlib çatdı. Ox atan. Macəra ruhunuzun və öyrənmə həvəsinizin coşduğu bir gündə yeni üfüqlərə açılmağa hazırsınız. İş yerində fərqli perspektivlər təklif etməyiniz rutin prosesləri canlandıracaq və rəhbərliyin diqqətini çəkəcək. Beynəlxalq layihələr, xarici dil təlimləri və ya akademik məsələlərlə bağlı gözlənilən xəbərlər müsbət istiqamətdə gələ bilər. Maddi məsələlərdə şans sizdən yanadır, lakin həddindən artıq özünüzə güvənib böyük risklərə girməməlisiniz. Səyahət xərcləri büdcənizdə boşluq yaratsa da, qazandığınız təcrübələr bu xərcə dəyər olacaq. Sevgi həyatınızda azadlıq sevdanızla bağlılıq ehtiyacı arasında balans qurmaqda çətinlik çəkə bilərsiniz. Tərəfdaşınızla birlikdə yeni yerlər kəşf etmək və ya ortaq bir maraq sahəsinə yönəlmək münasibətinizi təzələyəcək. Psixoloji olaraq nikbinliyiniz hər zamankından yüksəkdir və bu ətrafınızdakı insanlara da müsbət sirayət edir. Motivasiyanızı qorumaq üçün böyük hədəfləri kiçik hissələrə bölərək irəliləməyə çalışın. Sosial həyatda fərqli mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq dünya görüşünüzü genişləndirəcək. Dostlarınız arasında bir məsələnin həllində sizin optimist yanaşmanız hər kəsə ümid verəcək. Sağlamlıq baxımından qaraciyərinizi yormamalı və qidalanma rejiminizə diqqət etməlisiniz. Gözlənilməz bir təhsil və ya səyahət fürsəti gündəlik planlarınızı bir anlıq alt-üst edə bilər. Hüquqi məsələlərlə bağlı hər hansı bir sənədə imza atarkən mütəxəssis məsləhəti almaq riskləri azaldar. Özünüzü ifadə edərkən həddindən artıq birbaşa olmaq bəzən qarşı tərəfi incidə bilər, sözlərinizi daha yumşaq seçin. Karyeranızda yeni bir vizyon formalaşdırmaq üçün fərqli sahələrdən ilham almağa çalışın. Cəsarətiniz sizə bağlanmış qapıları açmaq üçün ən böyük açar olacaq. Başqalarının məhdudlaşdırıcı düşüncələrinin sizin xəyallarınızı zəncirləməsinə icazə verməyin. Axşam saatlarını gələcək səfərlərin planlaşdırılmasına və ya yeni bir mövzu öyrənməyə ayırmaq sizə enerji verəcək. Oğlaq.
Karyera hədəflərinizdə intizamlı və sarsılmaz duruşunuzun bəhrəsini toplamağa başladığınız bir mərhələdəsiniz. İş mühitində üzərinizə götürdüyünüz məsuliyyətlər artsa da, peşəkarlığınız sayəsində hər bir tapşırığın öhdəsindən mükəmməl şəkildə gələcəksiniz. Rəhbərliklə münasibətlərdə ciddi və konstruktiv təkliflərlə çıxış etmək gələcək vəzifə artımınız üçün zəmin hazırlayır. Maddi məsələlərdə uzun müddətli investisiyalara fokuslanmalı, riskli və qısa müddətli qazanc vədlərindən uzaq durmalısınız. Büdcənizi idarə edərkən göstərdiyiniz qənaətçilik sizə gələcəkdə böyük bir alış-veriş üçün lazım olan bazanı yaradacaq. Sevgi həyatınızda duyğularınızı ifadə etmək bəzən çətin gəlsə də, əməllərinizlə tərəfdaşınıza verdiyiniz dəyəri sübut edəcəksiniz. Subay oğlaqlar üçün ciddi təməllər üzərində qurulacaq yeni bir tanışlıq ehtimalı olduqca yüksəkdir. Psixoloji olaraq özünüzü hər zamankından daha dözümlü hiss edirsiniz, lakin daxili gərginliyi azaltmaq üçün özünüzə istirahət icazəsi verməlisiniz. Motivasiyanızı artırmaq üçün əldə etdiyiniz kiçik qələbələri dəyərləndirməyi və özünüzü mükafatlandırmağı unutmayın. Sosial əlaqələrdə daha çox nüfuzlu və təcrübəli şəxslərin məsləhətlərinə ehtiyac duyacaqsınız. Köhnə bir iş ortağının və ya mentorun gözlənilməz təklifi planlarınızda köklü dəyişiklik yarada bilər. Sağlamlıq baxımından sümük və oynaq ağrılarına qarşı diqqətli olmalı, kalsium tərkibli qidalara üstünlük verməlisiniz. Gözlənilməz bir ailə məsuliyyəti və ya məişət problemi günün ortasında diqqətinizi dağıda bilər. Səbirli olmaq və hər şeyi növbə ilə həll etmək sizin ən böyük gücünüzdür. Şəxsi həyatınızdakı sərhədləri qorumaqla yanaşı, yaxınlarınıza qarşı emosional divarlarınızı biraz aşağı salmağa çalışın. Karyeranızda zirvəyə gedən yolun yavaş, lakin əmin addımlardan keçdiyini yadda saxlayın. Başqalarının tələskənliyi sizi öz ritminizdən çıxarmamalıdır. Axşam saatlarında tək qalmaq və həftəlik hesabatınızı özünüz üçün çıxarmaq zehninizi təmizləyəcək. Həyatın sizə təqdim etdiyi dərsləri müdrikliklə qəbul edərək daha da güclənirsiniz. Özünüzə olan etibarınız ən böyük sərvətinizdir. Dolça. Yenilikçi ideyalarınızın və azadlıq sevdanızın ön plana çıxdığı, qəlibləri sındırmağa hazır olduğunuz bir gündəsiniz. İş həyatında alışılmamış metodlar tətbiq etməyiniz komanda yoldaşlarınız arasında həm təəccüb, həm də rəğbət doğuracaq. Texnologiya və ya rəqəmsal layihələrlə məşğul olanlar üçün bugün kəşf və ixtiralarla dolu keçə bilər. Maddi məsələlərdə gözlənilməz xərclər çıxa bilər, lakin kreativ həll yolları ilə bu vəziyyətdən minimum itki ilə çıxacaqsınız. Gələcəyə yönəlik maliyyə planlarınızda qeyri-ənənəvi sahələri araşdırmaq sizə maraqlı perspektivlər vəd edir. Sevgi münasibətlərində tərəfdaşınızın sizin müstəqilliyinizə hörmət etməsi bugün hər zamankından daha vacib olacaq. Subay dolçalar üçün intellektual səviyyəsi yüksək olan biri ilə maraqlı bir dialoq eşq ateşini alovlandıra bilər. Psixoloji olaraq özünüzü gələcəyə köklənmiş və ümidli hiss edəcəksiniz, lakin indiki anın dadını çıxarmağı da unutmayın. Motivasiyanızı yüksək tutmaq üçün sosial layihələrdə iştirak etmək və ya insanlara fayda vermək sizə ilham verəcək. Sosial çevrənizdə orijinal düşüncələrinizlə seçiləcək və yeni dostluqların təməlini qoyacaqsınız. Gözlənilməz bir xəbər və ya məlumat dünya görüşünüzdə inqilabi bir dəyişikliyə səbəb ola bilər. Sağlamlıq mövzusunda qan dövranına və ayaq nahiyəsinə diqqət yetirməli, hərəkətsiz qalmamağa çalışmalısınız. Planlaşdırdığınız bir görüşün son anda ləğv olunması sizə özünüzlə məşğul olmaq üçün qəfil yaranan dəyərli bir vaxt qazandıracaq. Şəxsi azadlıqlarınızı qoruyarkən ətrafdakı insanların emosional ehtiyaclarını da nəzərə almağa çalışın. Karyeranızda fərqli olmaqdan qorxmayın, çünki sizin uğurunuz məhz bu orijinallıqdadır. Başqalarının olmaz dediyi şeyləri reallaşdırmaq gücü yalnız sizdədir. Axşam saatlarında elmi fantastik bir kitab və ya sənədli film izləmək zehninizi yeni üfüqlərə daşıyacaq. Cəmiyyətin standartlarına uyğunlaşmaq yerinə öz həqiqətinizi yaşamaq sizə həqiqi xoşbəxtliyi gətirəcək. Hər bir çətinliyi bir puzzle kimi görün və onu həll etməkdən zövq alın. Sizin vizyonunuz bir çoxları üçün gələcəyin işığıdır. Balıqlar. İntuisiyalarınızın pik həddə çatdığı və emosional dərinliyinizin artdığı, sanki ətrafdakı hər kəsin hisslərini oxuduğunuz bir gündəsiniz. İş mühitində yaradıcılıq tələb edən tapşırıqlarda möcüzələr yarada bilərsiniz, lakin texniki detallarda diqqətli olmağınız şərtdir. Karyeranızda bəzi qeyri-müəyyənliklər sizi narahat etsə də, hadisələrin axışına güvənmək ən doğru strategiya olacaq. Maddi məsələlərdə xəyallara qapılmadan real vəziyyəti dəyərləndirməli və dumanlı investisiya təkliflərindən uzaq durmalısınız.
Gözlənilməz bir maddi dəstək və ya hədiyyə ruhunuzu oxşaya bilər. Sevgi həyatınızda romantika və şəfqət ön plandadır. Tərəfdaşınızla ruhsal bir bağ qurduğunuzu hiss edəcəksiniz. Subay balıqlar üçün bir baxışdan və ya kiçik bir jestdən başlayan dərin bir heyranlıq yarana bilər. Psixoloji olaraq həssaslığınız artdığı üçün neqativ mühitlərdən və toksik insanlardan uzaq durmağınız çox vacibdir. Motivasiyanızı artırmaq üçün su kənarında vaxt keçirmək və ya rənglərlə məşğul olmaq daxili dünyanızı sakitləşdirəcək. Sosial əlaqələrdə empatiya qurmaq bacarığınız sayəsində bir çox insanın dərdinə məlhəm olacaqsınız. Lakin başqalarının enerjisini özünüzə çəkməməyə və öz emosional sərhədlərinizi qorumağa çalışın. Gözlənilməz bir yuxu və ya daxili səs sizə həyatınızdakı mühüm bir seçim üçün yol göstərə bilər. Sağlamlıq baxımından ayaqlarınızın rahatlığına və yuxu rejiminizə xüsusi diqqət yetirməlisiniz. Sənədlərlə işləyərkən və ya rəsmi yazışmalarda diqqət dağınıqlığına yol verməmək üçün fasilələr verin. Yaradıcılığınızı ifadə etmək üçün gizli qalan istedadlarınızı üzə çıxarmaqdan çəkinməyin. Şəxsi həyatınızda baş verən dəyişiklikləri qəbul etmək sizi daha böyük bir təkamülə aparacaq. Karyeranızda fədakarlıq edərkən öz haqqınızı da müdafiə etməyi unutmayın. Axşam saatlarında dua, meditasiya və ya sadəcə xəyallar qurmaq ruhunuzu yeniləyəcək. Həyatın sərt reallıqları qarşısında öz xəyal dünyanızı bir sığınacaq kimi istifadə edin, lakin reallıqla bağı qoparmayın. Hər şeyin bir səbəbi olduğuna və kainatın sizi qoruduğuna inanın. Sizin şəfqətiniz dünyanı daha gözəl bir yerə çevirir.